Sonsuzluq bir il müddətində cütlər arasında müntəzəm, qorunmadan əlaqə olmasına baxmayaraq hamiləliyin baş verməməsidir. 25% hallarda kişi səbəbli, 25% hallarda qadın səbəbli, 50% hallarda isə həm kişi, həm də ki qadın səbəbli olur. Sonsuzluğun 50% səbəbi məlum deyildir. Buna idiopatik sonsuzluq deyirlər. Amma səbəbi məlum olanlar içərisində ən çox geniş yayılmış xəstəlik varikoseldir. Bu kişilərdə xəyə ətrafındakı venaların genişlənməsidir. Bundan başqa genetik səbəblər, hormonal səbəblər, uşaq vaxtı keçirdiyi əməliyyatlar, xüsusən də kriptorxizmə görə keçirdiyi əməliyyatlar, ondan başqa uşaq vaxtı keçirdiyi parosit, yəni qulaq dibi sfinka dediyimiz xəstəlik, ondan sonra aldığı travmalar, hər hansı bir onkoloji xəstəliyə görə aldığı kimyəvi terapiya, radioterapiya, xüsusən də idmançıların istifadə etdiyi hormonal dərmanlar, anabolik steroidlər və yaxud təzyiq dərmanları, bəzi antidepressantlar sonsuzluq yarada bilirlər.